Yəni ən başdan. Məktəbə qədər təhsil nə deməkdir? Məktəbəqədər təhsil Azərbaycan Respublikasının dövlət maraqlarını nəzərə almaqla daimi fəaliyyət göstərən fəaliyyət növüdür. Yaxud da belə demək olar, məktəbəqədər təhsil uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən, onların bilik bacarıqlarını formalaşdıran proses və onun nəticəsi deməkdir. Tamam, doğrudur. Bəs inklüzivlik nədir? İnklüzivlik sağlamlıq imkanları məhdud uşaqların birlikdə təhsilə cəlb olunması, birgəlik deməkdir. Ay, sağ ol, doğrudur. Belə uşaqlarla necə məşğul olmaq olar? Təbii ki, belə uşaqlarla müəllim daha aydın, sələst olmalıdır. Onların davranışına, qavrayışına, başa düşmə qabiliyyətinə uyğun məşğələlər tərtib etməlidir. Və Ay, sağ ol. müəllimələr həmçinin belə uşaqlarla həm məşğələdən əvvəl, həm məşğələdən sonra onunla psixoloji vəziyyətlə məşğul olmalıdır. Onlara uyğun tapşırıqlar verməlidir. Sağ olun, doğrudur. Yəni belə uşaqlar bilirik ki, sağlamlıq cəhətdən məhdud Bəli, uşaqlardır, xüsusi qayğıya ehtiyacı olan uşaqlardır və hər biri ilə fərdi məşğul olmaq lazımdır. Bəs bəli. differensiallaşdırma nə deməkdir? Differensiallaşdırma, yəni ki, fərdiləşdirmə, hər bir uşağa fərdi yanaşmalıdır müəllim, uşaq yönümlü. Yəni hər bir uşağın bilirsiniz ki, qavrayışı, dünya görüşü, psixologiyası fərqli olduğu üçün müəllim hər bir uşağı elə belə deyim, kəşf etməlidir, hər bir uşağa fərdi yanaşmağı bacarmalıdır. Sağ olun, doğrudur. Bəs niyə tərbiyəçi müəllim olmaq istədiniz? Necə? Niyə tərbiyəçi müəllim? Sırf niyə müəllimlik ixtisası? Həm Səbəb bu peşən uşaqları çox sevdiyimi, yəni çox sevirəm. Uşaqların ə, böyüməyini, kəşf etməyini, öyrənməyini daim kəşf etmək istəyirəm və öyrənməyə, öyrətməyə meylli olduğum üçün, həm səbirli, təmkinli olduğum üçün bu peşəyə yiyələnmək istəyirəm. Ay, sağ olun, doğrudur. Yaxşı. Uşaqlarla işləməyin hansı çətinlikləri ola bilər sizcə? Ə, Təbii ki, bizim işimiz daha çox səbir, iradəlik, məsuliyyətli iş olduğu üçün mən düşünürəm ki, yalnız çətinlik burada ola bilər ki, uşaqlara qarşı biz daha diqqətli, daha nəvazişli, daha məsuliyyətli olmalıyıq. Həm onların sağlamlığını qorumalıyıq, həm onlara sevgi, qayğı göstərməliyik, həm onları öyrətməyə, yəni meyilli olmalıyıq, həm təlim-tərbiyə, həm məşğələ. Yəni Ay, müəllim hərtərəfli olmalıdır. Yalnız çətinliyi budur. bəli, doğrudur. Uşaqların hərtərəfli inkişafını təmin etməliyik. Çünki biz demişdik ki, məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edir. Bəs yaxşı uşaqların hansı hüquqları var? Aha, uşaqların təhlükəsiz şəraitdə yaşamaq, inkişaf etmək hüquqları var. Keyfiyyətli qida ilə təmin olmaq, keyfiyyətli təhsil şəraiti ilə, məktəb şəraiti ilə təmin olmaq, təhsilin əlçatanlığı və pulsuz təhsildən istifadə etmək hüququ var. Öz şəxsiyyətinin qorunması, vətəndaşlığının, dilinin, mənsubiyyətinin qorunması hüququ var. Ailə sevgisi və himayəsi altında yaşamaq, böyümək hüququ var. Sonra uşaqların gün rejiminin düzgün təşkil olunması, yəni uşaqlar üçün biz yaradıcılıq vaxtı da, həmçinin məşğələ vaxtı da ayırmalıyıq, oyun vaxtları da olmalıdır uşaqların. Yəni gün rejimi düzgün təşkil olunmalıdır. Keyfiyyətli qida ilə təmin olunmalıdır və uşaqlar tibbi müayinədən keçməlidirlər. E, Ay, sağ ol. Bu qədər. Doğru, doğrudur. Bəs yaxşı deyirəm ki, mükafatlandırılmaq və təltif olunmaq bilir ki, tərbiyəçinin Hı hı. hüququdur. Bu sözdən Bəli. biz nəyi başa düşürük? Yəni mükafatlandırmaq dedikdə nəzərdə tutulan nədir sizcə? Mükafatlandırmaq, yəni ki, rəhbərlik müəllimi öz işini peşəkarcasına yerinə yetirdiyi üçün sertifikat verə bilər, yaxud hər hansı bir kiçik bir ordenlə təltif edə bilər bağça daxilində. Bəli, Yəni şu bəli. müəllimin mükafatlandırması yalnız belə ola bilər. Bəli, yəni ki, məsələn, hər hansı bir e, tədbir təşkil edibsə, işini keyfiyyətli şəkildə görübsə, Bəli, təhsil alanlara qarşı son dərəcə nəzakətli, yaxşıdırsa, ola bilər ki, rəhbərlik tərəfindən bir sertifikat mı deyim, bir balaca bir buket gül mü deyim, yəni bəli, təbii ki, müəllimin haqqıdır ki, mükafatlandırılsın və təltif olunsun. Bəs bəli. başqa hansı hüquqları var tərbiyəçi müəllimin? Müəllimin də həmçinin keyfiyyətli iş şəraiti ilə təmin olmaq, mükafatlandırmaq, təltif olmaq, sonra dövlət siyasətini həyata keçirərkən burada müəllimin seçmə hüququ var, hansı məşğələlər keçməsini, hansı Hı mövzulara hı. riayət etməsini, Bəli, sonra uşaqların dövlət siyasətini həyata keçirmək, uşaqların vətənpərvər ruhunu da inkişaf etdirmək, yəni dövlətçiliyi bəli. təbliğ etmək.
Ay sağ ol. Müəllimin sonra var burada vəzifələri. Vəzifəsi isə yəni ki, tibbi müayinədən müəllim keçməlidir. Uşaqların sağlamlığını qorumalıdır, uşaqların psixoloji vəziyyətini, hüquqlarını qorumalıdır. Bağçanın, təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməlidir. Valideynlərlə ünsiyyət yaratmalıdır. Ay Həmçinin sağ ol. sertifikasiyadan keçməlidir. Hı hı, doğrudur. Valideyn əməkdaşlıq niyə tərbiyəçi müəllimin vəzifəsi hesab olunur sizcə? Çünki bizim uşaqlarla ünsiyyətimizin böyük hissəsi də valideynlərlə ünsiyyət təşkil olunur. Müəllim daim ünsiyyətə əl atan olmalıdır, daim pozitiv, valideynlə münasibət yaratmağa cəhd göstərməlidir. Yəni ki, biz müəllim bağça daxilində təkcə uşaqla məşğul olmur. Çünki valideynlə birlikdə işlədikdə daha effektiv nəticə ala bilər. Ay sağ olun, tamamilə doğrudur. Yəni tərbiyəçi müəllim valideyn əməkdaşlıq etməli, çünki hər ikisinin ortaq məqsədi uşağın inkişafıdır, Bəli. uşağın potensialını önə çıxartmaqdır. Ona görə mütəmadi əlaqədə olmalıdır. İstər onlayn şəkildə, yəni sosial şəbəkə vasitəsilə olsun, istər valideyn iclasları təşkil etməklə, yəni hər zaman belə deyək, ünsiyyətdə olmalıdırlar. Doğrudur. Bəli. Bəs yaxşı, biz bilirik ki, bağçada bəzən həm uşaqlar xarakteri fərqli olur, həm də valideynlərin. Bəzi Hı -hı. valideynlər var ki, narazı olurlar. Belə valideynlərlə münasibətiniz necə olardı? Onları təhsilə necə cəlb eləyərdiniz? Müəllim dediyim kimi ünsiyyətçi olmalıdır və həmin valideynlərlə ünsiyyət yaratmaqdır. Biz uşağın təkcə mənfi cəhətlərini deməməliyik. Hər bir uşağın təbii ki, mənfi və müsbət cəhətləri var. Müəllim ilk öncə müsbət cəhətlərini valideynə deməlidir ki, valideyn bezməsin, yəni sıxılmasın, deməsin ki, yəni uşağından həmişə narazıdır. Yəni Bəli, ki, müəllim artıq empatiyası qurmalıdır. Valideynin yerində özünü qoymalıdır ki, o uşaq haqqında təbii ki, hamımız yaxşı şey eşitmək istəyirik. İlk hı öncə hı, yaxşı şeyləri, təbii ki, mənfi şeyləri olmayan uşaqlar da var. Amma varsa da onu müəllimə, yəni elə dillə, sadə dillə izah etməlidir ki, valideyn bezməsin, daim ünsiyyətə açıq olsun. bəli. Bəli, doğrudur. Belə ki, məsələn, adi müəllim özü valideynlə ünsiyyət quranda, uşaqla ünsiyyət quranda son dərəcə diqqətli olmalıdır. Bəzi hərəkətlər Bəli, olur ki, doğrudan da valideynləri təhsildən uzaqlaşdıra bilər. Qeyd etdiyiniz kimi, davamlı uşağın əgər mənfi yönlərini valideynə çatdırırıqsa və yaxud da ki, uşağı haqqında davamlı pis sözlər deyiriksə, bu Hı zaman -hı. istər-istəməz valideyn təhsildən uzaqlaşır. Valideyni cəlb etməyin bir digər yolu odur ki, məsələn, hər hansı bir tədbirdə yeni il bayramı ola bilər, dəvət eləyirik Bəli. ki, gəlin köməkli nə isə hazırlayaq. Bu zaman da ünsiyyətimizi inkişaf etdirmiş oluruq. Əla, Hı. doğrudur. Bəs valideyn sizə gecə vaxtı zəng edərsə, bu zaman nə edərsiniz? Məsələn, tutaq ki, saat 2-dir, 3-dür, sizə zəng edir. Bu hallarda Mən nə düşünürəm ki, edirsiniz? biz təhsil başlayan zaman ilk öncə müəllim həm uşaqlara, həm valideynlərə qaydalar, prosedurlar, gözləntilər təklif etməlidir və orada bu danışılmalıdır, qeyd olunmalıdır ki, hansı vaxt ərzində müəllimlə əlaqə saxlamaq olar, hansı vaxt ərzində müəllim artıq cavab verə bilmir, tutaq ki, Hı hı. zənglərə, SMS-lərə. Yəni bu Ay, danışılmalıdır və tətbiq olunmalıdır təhsilin hı. ilk vaxtlarında, yəni. Bəli. Təbii ki, qrup ilk başladıqda tərbiyəçi müəllim qrupun qaydaları haqqında valideynə, yəni Bəli, müsbət dildə izah etməlidir ki, məsələn, bəli, bu saatlarda uyğun olmaya bilərəm, zəhmət olmasa başqa saatlarda yığın, amma mütləq əgər çox vacib bir zəngdirsə, tərbiyəçi onu açmalıdır, valideynlə əlaqə saxlamağı bacarmalıdır. bəli, Bəs bəli. rəhbər-müəllim münasibəti necə olmalıdır? Hörmətə əsaslanan münasibət sizə görə necə olmalıdır? Təbii ki, müəllim işlədiyi müəssisənin həm kollektivi ilə, həm rəhbərliyi ilə mədəni davranış çərçivəsində ünsiyyət qurmalıdır. Həm kollektivlə ünsiyyəti bacarmaq lazımdır, həm öz işinə, peşəsinə xələl yetirəcək hərəkətlər etməməlidir. Yəni öz işlədiyi müəssisənin adını və öz adını daim yüksək tutmalıdır müəllim. Öz mənfi hərəkətlər, mənfi davranışlar sərgiləməməlidir. Ay sağ olun, doğrudur. Yəni mümkün qədər bilirik ki, rəhbərin göstərişinə əməl etmək lazımdır. Bəzi Bəli, qaydalar var ki, bəli, onlara əməl etmək lazımdır və hər zaman hörmətə əsaslanan qarşılıqlı münasibət olmalıdır. bəli. Doğrudur. Bəs yaxşı, biz bilirik ki, müəllimin siz də vurğuladığınız kimi müəllimin mədəni davranışı var. Müəllim yəni mədəni davranışı necə riayət etməlidir? Mədəni davranışa, yəni ki, müəllim həm birinci geyimi, səliqəsi, görünüşü ilə müəllim ilk öncə səliqəli olmalıdır. Sonra davranışı ilə həm etiket qaydalarına riayət etməlidir, həm ünsiyyətə, həm davranışa, uşaqlarla olan rəftarına. Yəni bunlar müəllimin mədəni davranış qaydalarıdır. Ay sağ ol, doğrudur.
Bəs bir də bizim deməli etik davranış qaydalarımızdan var idi ki, insan hüquqlarına Aha. hörmət. İnsan hüquqlarına hörmət nədir? Necə izah edərsiniz? İnsan hüquqlarına hörmət. Hı hı. İnsan hüquqlarına hörmət, burada hüquqlar, öz hüquqlarını və digər insanların hüquqlarını bilməsi və bunlara riayət etməsi, yəni davranış qaydalarını bilməlidir. İnsan həm Bəli. özünün davranış qayda, həm də digər insanların fikrinə hörmətlə yanaşmalıdır. Bəli. Yəni ki, burada məsələn ola bilər ki, valideyn bizə özü ilə bağlı bir məlumat veribdi. Ailə daxili Hı bir -hı. problem var, gəlib bizdən bir Bəli. belə Hı deyək, -hı. məsləhətçi kimi bölüşür. Biz bunu gedib məsələn ictimaiyyətin içərisində danışmamız, uşaqların və yaxud Bəli. da gedib öz iş yoldaşlarımızın yanında danışmamız düzgün deyil. Əslində bunun Bəli. konfidensiallıqdır. Hal-hazırda Konfidensiallıq. bəli, adı dəyişib olub da insan hüquqlarına hörmət. Və hər Bəli. zaman İstər təhsil sistemində olsun, istər başqa bir müəssisədə olsun, hər zaman insan hüquqlarına hörmət ən vacib şərtlərdən biridir. Bəs Hı yaxşı, -hı. vicdanlı müəllim necə olmalıdır? Vicdanlı davranış Ə, nədir ümumiyyətlə? bəli. Vicdanlı, yəni müəllim ilk öncə uşaqlara sevgi, qayğını, məsuliyyəti, diqqəti hər zaman eyni formada etməlidir. Yəni təkcə valideynin yanında, təkcə rəhbərliyin yanında uşağına yaxşı davranmaq, uşağa sevgi göstərmək yox. Uşağın hər vəziyyətində uşağın yanında olmalıdır, uşaq yönümlü olmalıdır, uşağa meyilli olmalıdır və öz işini peşəkarcasına, sevə-sevə yerinə yetirməlidir. Ay, sağ olun, doğrudur. Uşaqlar arasında bərabər hüquqluluğu bölməyi Bəli. bacarmalıdır. Hər uşağa yaxşı davranmalıdır, işini peşəkar səviyyədə görməyi bacarmalıdır. Bəs yaxşı, bir də var qərəzsizlik. Qərəzsizlik nədir? Qərəzsizlik, yəni ki, burada milli kimliyindən, sağlamlığından, maddi durumundan, ailə vəziyyətindən asılı olmayaraq uşaqlara eşit davranmaq, yəni bərabər hüquqlu davranmaq, yəni uşağı digər uşaqdan fərqli etməmək, ayrı seçkilik yaratmamaq. Ay, sağ olun, doğrudur. Bəs əgər mən deyirəm ki, tutaq Hı ki, hı. bir uşağın valideyninlə müəllim arasında konflikt yaşayıbdır, nəsə bir mübahisə aparıblar. Tərbiyəçi də uşaq ona qarşı pis olmamasına baxmayaraq, uşağa qarşı qərəzli davranır. Bunun səbəbi nədir sizcə? Nəyə görə belə davranmalıdır və belə hallarla rastlaşarsınızsa, necə tədbir görərsiniz? Müəllimin uşağa qarşı sərt mövqeyi olarsa əgər. Təbii ki, mən həmin müəllimlə danışaram. Yəni bunun səhv hərəkət olduğunu, bunu bir də etməməli olduğunu başa salaram. Onun etik davranışlarını ona xatırladaram. Ay, sağ olun, doğru. Təbii ki, belə halların qarşısı mütləq alınmalıdır. Bəli, mütləq. Doğrudur. Hı -hı, doğrudur. Bəs uşaqlarda təfəkkür, təxəyyül dedikdə nə başa düşürük? Təfəkkür, yəni düşünmə qabiliyyəti, yaradıcılıq, kreativlik, təxəyyül isə uşağın xəyalı nəticəsində qurduğu, məsələn, təxəyyülü biz inkişaf elətdirmək üçün nə istifadə edirik? Nağıl etmələrdən Hı istifadə -hı. edirik və uşağa epizod danışır, hansı bir qəhrəman tutaq şər, xeyir qüvvəsindən danışır. Uşaq onu artıq beyində təxəyyül edir, fikirləşir, Evet. xəyalını qurur. Təfəkkürdə isə düşünmə qabiliyyəti, nə isə düzəltmək, məsələn, leqolardan istifadə edən zaman təfəkkür inkişaf edir. Suallar zamanı bir uşağın təfəkkürünü, müzakirələr zamanı təbii ki, böyük qruplarda uşağın təfəkkürünü, düşünmə qabiliyyətini inkişaf elətdirə bilərik. Bir də bu bayaq valideyn sualı vermişdim. Ona oxşar sualları çox verəcəm. Çünki bilirik ki, ən əsas bizim Hı vəzifələrimizdən biri -hı. odur ki, valideynlərlə mütəmadi ünsiyyət quraq. Bununla bağlı bir Bəli. neçə sualım olacaq. İlk növbədə valideyn iclasına gəlməyən valideynlərə nə etmək lazımdır? Ə, təbii ki, bunu biz öyrənməliyik. Bəzi valideynlər var ki, işi ilə əlaqədar, yaxud da körpəsi olan valideynlər var, gələ bilmirlər. Səbəbini araşdırmaq lazımdır. Əgər valideyn heç bir səbəbdən gəlmirsə, onunla danışmalıdır valideyn, ona daim addım atmalıdır, zənglər eləməlidir, israrlı olmalıdır müəllimə düşünürəm. Hətta lazım Olsun. gəlsə, əgər vacib bir vəziyyət varsa, müəllimə həmin valideynin evinə də getməlidir. Ay, sağ ol, doğrudur, bəli. Bəs ümumiyyətcə sizə görə, yəni öz şəxsi Hı hı. fikrinizcə, effektiv müəllim-valideyn münasibəti necə qurulmalıdır? Effektiv valideyn-müəllim münasibəti təbii ki, müəllim ola bilər ki, aqressiv valideyn də ola bilər. Hər cür valideyn vardır əlbəttə ki, bağçada. Bəli, bəli, Yəni düz. müəllim daim pozitivliyə yüklənməlidir, ünsiyyətə meyl etməlidir. Çünki hər iki tərəf aqressiv olsa artıq ünsiyyət yaranmaz və müəllim
adını daşıyan hər bir şəxs daha çox ünsiyyətə meyl atan, daha çox pozitivliyə yüklənən olmalıdır. Çünki artıq orta məxrəc gəlinməlidir və çünki uşaq yönümlü müəllim daim valideyndən empatiyası qurmalı. Müəllim göstərməlidir ki, valideynə ki, onu anlayır, onu başa düşür. Və hər iki tərəf aqressiv olsa bu münasibət alınmaz. Təbii ki, biz müəllim adını daşıyırıqsa biz daha səbirli, daha təmkinli, daha məsləhətli olmalıyıq. Mən Ay, düşünürəm ki, müəllim daha çox addım atan olmalıdır. bəli, doğrudur. Valideyn iclasında nəyi müzakirə etmək olmaz sizcə? Valideyn iclasında hər hansı bir tək bir uşağı müzakirə etmək olmaz. Konfidensiallığı pozmuş oluruq biz. Həmin uşağın mənfi xüsusiyyətlərini, həmin uşağın psixoloji durumu, ailə vəziyyəti haqqında biz heç bir danışıq etməməliyik. Yalnız ümumi danışmaq olar, məşğələnin gedişatından, tutaq ki, bayram zamanı, ekskursiyalardan danışmaq olar. Yəni hər hansı tək bir şagirdi orada müzakirə etmək olmaz. Ay, sağ olun, doğrudur. Bəs valideyn məsələn qrupa gəlir, deyir ki, mən övladımı bağçadan çıxartmaq istəyirəm. Sizin Hı -hı. məşğələ keçməyiniz, sizin onunla məşğul olmağınız, tutaq ki də misal üçün deyirəm. Aha. Mənim xoşuma gəlmədi. Bu zaman ona cavabınız nə olar? Təbii ki, hörmətlə yanaşaram ilk öncə. Çünki hər bir valideynin bilirsiniz ki, övladı üçün təhsil müəssisəsi seçmə hüququ var. Amma bunun səbəbini də araşdırıram. Əgər məndən qaynaqlanan bir vəziyyətdənsə, yəni mənə hər hansı bir səhvi müzlatın olubsa, yəni bunu valideynlə danışaram, bunun bir daha təkrar olmayacağını deyərəm. Yəni o bağçadan uşağın çıxartmamasını istəyərəm. Amma yox, Bəli. elə hansı bir səbəbdən ola bilərsə, təbii ki, hörmətlə yanaşıram. Bəli, ən birinci yenə də qeyd etdiyimiz kimi səbəbini araşdırmaq lazımdır. Bəli, Valideynin niyə bu qənaətə gəldiyini soruşmaq lazımdır. Qulaq asmaq lazımdır. Təkliflər irəli sürmək lazımdır və təbii ki, ola bilər bəzən müəssisədə valideyn fikirləşə bilər ki, bəli. məsələn, mən başqa məsələn ola bilər bağçaya qoymaq istəyirəm. Təbii ki, hörmətlə Hı -hı. yanaşırıq, amma ilk öncə əlimizdən gələni eləmək lazımdır ki, valideyn bizim bağçanı sevsin, uşağını gətirsin. Buna Bəli. diqqətli olmalıyıq. Doğrudur. Bəs valideyn əsəbi şəkildə otağa daxil Hı -hı. olarsa və sizlə inadlaşmağa çalışarsa, bu zaman nə edərsiniz? Mən məşğələ keçirəmsə, təbii ki, uşaqlar qorxmasın deyə ilk öncə valideynləri sakitləşdirməyə çalışaram. Uşaqların yanında, yəni belə danışıqlar etməməsi üçün onun mənə hansı bir otaqda gözləməsi üçün xahiş edirəm ki, həmin otağa keçərəm və valideynlər bu danışıqları aparırlar. Nə üçün, nələr baş verdi, nə üçün belə etdiyini. Yenə dediyim kimi, əgər hər hansı bir müəllimin səhvi varsa, hər hansı bir problemin içində, müəllim təbii ki, üzr istəməlidir və bu hərəkətin mütləq təkrar olunmayacağını valideynə deməlidir, valideyni sakitləşdirməlidir. Doğrudur. Bir də bəzi, məsələn, çox bağçalarda var. Yəni bu problem məktəblərdə də olur, bağçalarda da olur. Valideyn gəlir ki, mənim övladım məsələn, niyə arxada əyləşdirmisiniz? Mən öz övladımın ön sıralarda oturmasını istəyirəm. Bu zaman cavabınız nə olardı? Yəni ki, belə şeylər çox olur. Hər bir uşaq qabaqda oturmaq istəyir bildiyiniz kimi. Və bunu hər həftə mən uşaqlarla püştatma yolu ilə oyun təşkil edirəm və kim düşsə, ta ki bu həftə bu uşaqlar qabaqda oturacaq, digər uşaqlar arxada. Yəni belə həftə-həftə, hər həftə uşaqlar dəyişirdikcə həm valideynlərin xətrinə dəymir, həm də uşaqlar incimirlər. Belə həm uşaqlar üçün maraqlı olur, özləri seçdikləri üçün. Həm də yəni Bəli. hər bir uşaq o qabaqda oturmaq arzusunu yerinə yetirmiş olur. Ay, sağ olun. Bəli, təbii ki, ən gözəl yol püşkatma yolu ilədir ki, ədalətli olsun. Həm də Bəli, adətən boyu biraz məsələn balaca olan uşaqlar ön sırada otururlar, amma yenə də hər zaman seçimi ədalətli eləmək lazımdır. Doğrudur. bəli. Bəs yaxşı, valideyn hər dəfə məsələn uşağını gəlir gec götürür. Bu Hı hı. zaman məsələn siz onunla danışırsınız, ünsiyyət qurursunuz, amma yenə də həmən hərəkətləri təkrar edir. Məsələn, sizin bitməlidir. İlk saatınız 6-da, valideyn gəlir saat 7-də. Bu zaman nə edərsiniz? Ola bilər ki, bəzən valideynin iş saatı ilə əlaqədar ola bilər. Dediyim kimi, yəni bu başa düşülən bir vəziyyətdir, amma valideynə yəni başa salaram ki, yəni hər dəfə belə ola bilməz. Həm uşağın yorulur artıq müəyyən saatdan sonra uşaq artıq evinə getmək istəyir. Hı hı. Amma əgər həqiqətən də valideynin işinə əlaqədar bir problemdirsə, mən həmin uşağı tutaq ki, evimə də aparıb evimdə də biraz saxlaya bilərəm ki, Hı hı. valideyn gəlib rahat uşağını götürsün. Yəni heç bir uşağı tutaq ki, orada yorğun vəziyyətdə Bəli. mən tək istəmirəm orada saxlayım. Ay, sağ olun, doğrudur. Təbii ki, valideynlə yəni danışmaq lazımdır ki, iş Bəli. saatımız məsələn saat 9-da başlayır, 6-da bitir.
Zəhmət olmasa yəni öz övladınızı vaxtında gəlin götürün. Mən düşünürəm ki, yəni hər dəfə tərbiyəçi valideynə bulunsa, vaxtında uşağını, övladını gətirib, yəni götürər. Bir 5-10 dəqiqə ola bilər, 20 dəqiqə ola bilər. İndi insanlıq Bəli, halıdır. Bəzən kadr ola bəli, bilər, nəsə bir problem ola bilər. Hər dəfə məsələn vərdiş halına gəlməməlidir. Yəni daha diqqətli bəli. olmalıdır valideyn bu halda. Bəs yaxşı, valideyn sizdən rəhbərliyə şikayət edərsə bu zaman nə edərsiniz? Təbii ki, həmin valideynə yaxınlaşıb ilk öncə mənim haqqımda olan şeyləri mənə deməyini istəyərdim, deyərəm. Çünki mən əgər sizə cavab vermirəmsə, əgər mən sizə tutaq ki, geri dönüş etmirəmsə, sonra siz rəhbərliyə müraciət edə bilərsiniz. Amma yenə də müraciət edibsə, əlbəttə ki, bunu hörmətlə qarşılayaram və həmin valideynlərlə yenə danışıqlaram. Yəni ki, nə üçün o belə baş verdi, nə səbəbdən. Yenə Bəli, dediyim kimi, əgər müəllimin həqiqətən də mənfi hərəkəti varsa, müəllim artıq üzr istəməyi bacarmalıdır, bəli. valideyni başa salmalıdır, bir daha təkrarlanmayacaq. Ay sağ ol. Tənqidləri həm qəbul etməlidir, həm səhv olduqda üzr istəməyi bacarmalıdır. Həm valideyn, həm müəllimə aiddir. Hər iki tərəfə Bəli. aid. Doğrudur. Bir də temperamentin tipləri var idi. Onlar haqqında nə deyə bilərsiniz? Dörd tipi var: sanguinik, flegmatik, xolerik, melankxolik. Sanguinik tez əylənən, tez sakitləşən, ünsiyyətcil, pozitiv, üzü gülər insanlardır. Sonra gəlir burada xolerik insanlar isə tez nəticə gözləyən, liderli, məsuliyyətli, flegmatik insanlar isə işkolik belə deyərdim, ancaq işini planlı şəkildə olan, emosiyalarını gizlədən, Planlı, bəli. soyuqqanlı insanlar. Ay sağ ol. Melanxolik insanlarsa daha çox həssas, emosiyalarla hərəkət edən, xəyalpərəst, tez depressiyaya düşən insanlardır. Bəli, doğrudur. Bir müəllimdə sizcə hansı temperament tipi olmalıdır? Mən düşünürəm ki, sanguinik temperament olmalıdır. Ay sağ olun, tamamilə doğrudur. Yaxşı, təşkilatçı müəllim necə olmalıdır sizcə? Təşkilatçı müəllim, yəni ki, məşğələni təşkil etmə qabiliyyətini bacarmalıdır, uşaqların təlim-tərbiyə prosesini düzgün təşkil etməyə bacarmalıdır, prosedurları, qaydaları düzgün tərtib etməlidir. Həmçinin burada uşaqların ekskursiya tərtibinə, yəni bütün təşkilatçılıq qabiliyyəti, təlim-tərbiyə, məşğələ, bayramlar hamısını bacarmalıdır müəllim. Ay sağ olun, doğrudur. Yaxşı, siz mənə deyin, şəxsiyyət nədir? Ümumiyyətcə, müəllim şəxsiyyət yönümlü uşaq necə yetişdirə bilər? Şəxsiyyət, yəni ki, hər bir uşağın şəxsiyyətinə, idrakına, dünya görüşünə, daxili aləminə hörmətlə yanaşmalıdır müəllim. Və şəxsiyyət yönümlü uşaq, orada bir çox növləri vardı onun. Uşaqların milli bəşəri ruhunda inkişaf etdirmək, idraki inkişaf etdirmək, sonra uşaqlara psixomotor Belə deyək, hərəkətləri inkişaf bəli, etdirmək. idrak, bəli, ünsiyyət, psixomotor, bir də milli bəşəri Milli dəyərlər. bəşər. Bəli. Dəyərlərimiz haqqında məlumatlı olmalıdır. Ümumiyyətcə, dəyərlərimiz nədir? Yəni, milli kimliyin dərki dedikdə biz nəyə başa düşürük? Milli kimliyin dərki, yəni ki, yaşadığı ölkənin gerbini, himnini, sonra bayrağını tanımalıdır uşaq. Sonra burada var fəal vətəndaşlıq mövqeyi, yaşadığı bölgə, ölkə, ərazi haqqında məlumatlı olmalıdır. Şəxsi sosial məsuliyyəti var, öz hüquqlarını bilməlidir. Demokratik və insan hüquqlarına hörmət etməlidir. Milli kimliyin dərki, yəni ki, burada milli kimliyindən tutaq ki, hansı ailə vəziyyətinə asılı olmayıb bütün insanlara bərabər davranmalıdır. Milli kimliyi Bəli. fərq etməlidir. Bəli, milli kimliyin dərkidə həmçinin respublikamızda olan bütün atributları, təbii Bəli, sərvətlərimiz haqqında məlumatlı olmalıdır, bəli, prezidentimiz haqqında məlumatlı olmalıdır. Şəxsi sosial məsuliyyət isə daha çox davranış qaydalarını bilir. Məsələn, bəli, kollektivdə necə hərəkət etmək lazımdır, necə münasibət qurmaq lazımdır. Mədəni müxtəlifliyə hörmət dedikdə isə başqa məsələn dinə, irqə, cinsə mənsub bəli. olan insanlara da bərabər hüquqlu yanaşır. Bu da mədəni müxtəlifliyə hörmətdir. Bir də bizim illərimiz var. 2009-cu il nə ilidir? 2009 uşaq ili, 2010 ekologiya, 2011 turizm, 2012 idman, 2013 informasiya, kommunikasiya, 2014 sənaye ili, 2015 kənd təsərrüfatı, 2016 multikulturalizm, 2017 İslam həmrəyliyi, 2018 Xalq Cümhuriyyəti, 2019 Nəsimi ili, 2020 səhv etmirəmsə Könüllülər ili, 2021 Şuşa ili, 2020 yox, 2022 20, deməli 2019 Nəsimi ili, 2020 Könüllülər 2020 ili, düşünürlər, 2021 2021
Nizami Gəncəvi Yəni ili Gəncədə, sonra 2022. 2022, hə, Şuşa ili. İli. Bəli. 2023 burada Yaşıl Dünya Hey, naminə həmrəylik. yo. E, 2023 Heydər Əliyev ili, 2024 Yaşıl Dünya naminə. Bəli, aha. həmrəylik. İndi hal-hazırki 2023. ilimiz nəyə götürülür? Bu Konstitusiyaya və suverenlik ili 2025-ci il. Ay, sağ olun, tamamilə doğrudur. Yaxşı, siz mənə deyin, deməli, uşaq yönümlü müəllim necə olmalıdır? Uşaq yönümlü müəllim uşağın maraqlarına, fikrinə, dünya görüşünə yönəlik nailiyyətlərini daim təhlil etməlidir uşağı. Və burada da müəllim uşaqların yaş səviyyəsinə uyğun məşğələ təşkil etməlidir, iş forması, iş üsullarından istifadə etməlidir, texniki əyani vasitələrdən istifadə etməlidir, uşağın yaşına uyğun məşğələlər tərtib etməlidir. Uşağın Hı, inkişafını diaqnostik qiymətləndirmə aparmalıdır. doğrudur. Yəni bir uşağı qiymətləndirsəniz, hansı xüsusiyyətinə görə qiymətləndirərsiniz? Təfəkkür, belə səhv eləmirəmsə, hafizə, Dinləmə, hə, bəli, ya dinləmə, qavrama, təxəyyül, təfəkkür. bəli, izah etmə, həmçinin dinləmə, anlama, qavrama, hər bir xüsusiyyətinə görə, yəni müşahidə edib Bəli. qiymətləndirmə aparırıq, ən çox da fəaliyyəti və uşağın belə deyək, qavrama səviyyəsinə görə. Hı Qavrama -hı. demişkən, idrak nə deməkdir? İdrak uşağın düşünməsi, təsdiq etməsi, sistemləşdirməsi, fərqləndirməsi. Hı hı. Tamamilə doğrudur. Yəni idrak dedikdə digər adı ilə təfəkkürdür. Qavrama, Bəli. düşünmə, təsnif etmə, sistemləşdirmə, bunların hər biri aiddir təbii ki, idraka. Bəs Hı yaxşı, -hı. deyə bilərsinizmi ki, estetik yaradıcılıq nədir? Uşaqlarda necə Aha. formalaşır? Estetik yaradıcı burada uşaqların musiqi bacarıqları, ritm bacarıqları, rəngləri bilməsi, rəngləri fərqləndirməsi və həmçinin digər gözəllikləri görməsi, uşağın tutaq ki, digər uşaqda olan məsələn nə gözəl geyinmisən bu gün, nə gözəl saçların var sənin. Bu Ay, sağ estetik ol. bədii yaradıcılıqdır. Bəli, uşağın həm rəngləri qavraması ilə, həm məsələn musiqi dinlətməkdə, rəqs Bəli, etməklə, yəni uşağı biz bəli. formalaşdırmış oluruq estetik yaradıcılıq cəhətdən. Bir də dövrümüzdə ən aktual məsələlərdən biri uşaqların yəni sosiallaşmamağıdır. Yəni Hı sosial -hı. ünsiyyət ümumiyyətcə necə qurulmalıdır? Tərbiyəçi müəllim onlara ünsiyyət qaydalarını necə öyrətməlidir, izah etməlidir, onları cəmiyyətə necə uyğunlaşdırmalıdır? Nə deyə bilərsiniz bu haqqda? Asosial olub uşaqlarımız, çünki texnologiya çıxandan, planşetlər, televizor, daha doğrusu telefonlar çıxandan uşaqlar asosial olub. Bağçada Hı isə hı. biz bunları hamısını uşaqdan tədricən tam uzaqlaşdırmaq olmur, çünki texnologiya inkişaf edir və biz də inkişaf etmiş ölkə kimi bu standartlara riayət etməliyik. Ay, Lakin uşaqlarla ünsiyyəti formalaşdırmaq üçün biz oyunlar, məşğələlər, qruplarla oyunlar, kollektivlər formada oyunlar təşkil edərək onlar arasında ünsiyyəti, əməkdaşlığı, mübadiləni inkişaf etdirərək biz sosiallaşdırmağı inkişaf etdirə bilərik uşaqlar arasında. Yalnız oyunlar, məşğələ, yəni onların birlikdə danışması, nə isə birlikdə oyunları, puzzleları birlikdə qurağın, gəlin birlikdə bu meyvələri yığan, artıq uşaqlar bir-birlə ünsiyyət formasında sosiallaşırlar oyunla, bəli, hərəkətlə. bəli, doğrudur. Biz bayaq məsələn bəhs elədik müəllimin mədəni davranışından ki, müəllim hər zaman geyiminə, keçiminə xüsusi diqqət etməlidir, təmkinliyini qorumalıdır, səbirli davranmalıdır. Bəs uşaqların mədəni davranışı necə olmalıdır sizcə? Uşaqların biz müəllimlər olaraq uşaqlara etiket davranış qaydalarını öyrətməliyik. Çox sağ olun, təşəkkür edirəm, sağlam olun kimi sözləri. Həmçinin yaşlılara olan münasibətini biz onlara başa salmalıyıq. Böyüklərlə olan münasibətlərini öyrətməliyik. Daim müzakirələr, danışıqlar, hətta videoçaqlar belə hazırlaya bilərik bu haqda. Sağ olun, doğrudur, əla. Yaxşı, siz indi mənə deyin, təhsilin formaları neçədən belə ümumi qarşılıq verirəm, neçədən forması var təhsilin? Üç forması var: formal, qeyri-formal, informal. Formal bizim dövlət tərəfindən aldığımız diplomlarımız, qeyri-formal isə kurslardan, tədris illərindən aldığımız sertifikatlarımız, informal isə özümüzün yiyələndiyi təhsil formasıdır. Hı, doğrudur. Bəs stasionar təhsil nə idi? Stasionar təhsil burada 21 gün təhsildən kənar qalan şəxslərin xəstəxana şəraitində belə təhsilə təmin olunması. Yəni bəli, təhsil alma forması, doğrudur. Bəs Bəli. sinxron təhsil nədir? Distant sinxron təhsil nə deməkdir? Distant uzaq məsafədə olan təhsildir. Sinxron yəni ki, iki tərəfin birlikdə olan.
Bəli, yəni onlayn şəkildə də, Bəli, 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 distantın digər adı da sinxrondur, onlayn şəkil. bəli, Məsələn, təhsil alanla təhsil verənin eyni məkanda olmasını gərəkdirməyən təhsil alma bəli. forması distant təhsildir. Doğrudur. Yaxşı, Rəvani xanım, cavablarınız çox yaxşıdır. Mutizm haqqında məlumat verin, zəhmət olmasa. Mutizm nə demək? Mutizm, mutizm susqunluqdur. Yəni ki, bəzi uşaqlar var ki, onlar danışmasında heç bir problem olmasına baxmayaraq, kəkələmə problemi, dil problemi, qavrayış problemi olmasına baxmayaraq danışmamağı seçirlər. Onların da iki növü var: total mutizm, selektiv mutizm. Total mutizm olan uşaqlar yalnız yazı ilə öz fikirlərini ifadə edirlər, yəni danışığa heç cür girmirlər. Selektiv mutizm artıq seçici. Bəzi uşaqlar var ki, evdə danışırlar, məktəbdə danışmırlar. Bəzi uşaqlar var məktəbdə sinif yoldaşlarıyla danışırlar, öz müəlliməsi ilə, rəhbəri ilə, müstəqil qurumla. Yəni onlar seçirlər hansı insanların yanında rahat olarsa o insanların yanında danışırlar və bu uşaqlarla mən düşünürəm ki, daim psixoloqlar, logopedlər, valideyn, yəni hər kəs birlikdə işləməlidir. Ay, Onları biz məcbur etməməliyik. Çünki onlarda biz aqressiya yaratmamalıyıq. Yəni bəli, onların yavaş-yavaş tədricən bəli, olmalıdır. Məsələn, bəli, tələm-tələsik halda olan bir işdə təbii ki, keyfiyyətli olunur. Pillə-pillə, əlbəttə. addım-addım uşaqları sosiallaşdırmaq lazımdır. Bəs yaxşı, siz mənə deyin, bu hansı xəstəlik idi ki, yəni Hı hı. xəstəlik demək düzgün deyil, amma yenə də 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai Aha. qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışın, yəni davranışa gətirib çıxardan və beyin inkişafını zədələyən bir xəstəlikdir. Hansı xəstəlik idi o? Bu autizmdir. Autizm 2 yaşına qədər artıq valideyn uşağında olduğunu hiss edir. O Bəli, uşaqlar göz koordinasiyası qurmurlar, ünsiyyətdən çəkinirlər, toxunmaq istəmirlər, çox səs-küy yerləri sevmirlər və inkişaf ləngiməsi olur əlbəttə ki. Onlar məsəl üçün bəzi kateqoriyaya daxil olan uşaqlar psixoloq, logopedlər altında və o uşaqlarda bəzən də belə bir şey olur. Hər hansı bir fənni yaxşı bilirlər, amma digər fənləri yaxşı öyrənə bilmirlər. Yəni onu bəli. digər uşaqlardan fərqlənirlər. Bəli, məsələn, adi fırlanan əşyalara çox baxması, Bəli, aqressiv olması, bəli, məsələn, adını çağıranda bəzən cavab verməməsi autizmdir. Amma yenə də bəli, belə uşaqlarla məşğul olaraq təbii ki, cəmiyyətimizə inteqrasiya edə bilər. Çünki bəli, inteqrativ əlbəttə. təhsil bizə nəyi öyrətdi? Sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq hər bir uşağın təhsilinin, yəni İnkluziv təhsil. əlçatan olması və bərabər hüquqlu yanaşmamız. Bəli. Yaxşı. Bəs bu hansı xəstəlikdir ki, 1866-cı ildə ingilis həkimi Langdon adı ilə Hı bağlı hı. xəstəlikdir. İlk dəfə Bu Down monqolizm sindromudur. adlanır. Bəli, Aha, ilk dəfə bu Down qız uşağında. sindromudur. Hı Bəli, -hı. qız uşağında əksər olmuşdur. Bu 21-ci xromosomun birləşməsi nəticəsində yaranır. Yalnız anadan uşağa keçir. Həmin uşaqlarda necə olur? Boyları balaca olur, qanları topuş olur, göz çapığı, gözləri çəp olur, göz böyrlərində düşlər olur, dişləri səhv etmirəmsə biraz balaca olur. Yəni ki, əlləri balaca olur və amma ona baxmayaraq bu uşaqlar Çox çox şirin sevgi olurlar, doğru. sevgi Bəli. dolu olurlar. Bəli. Ay sağ ol. Düzdür. Yəni 21-ci xromosom cütlüyünün sonuncusundan yaranan, yəni bunların nəticəsində yaranan xəstəlikdir. Adətən 35 yaşından sonra olan Bəli, qadınlarda bu rast gəlinən bir simptommu deyim, xəstəlikmi deyim. Yəni bu təbii ki, belə uşaqların təhsil almasına mane deyil, cəmiyyətə alışmasına mane deyil və əlbəttə. qeyd etdiyiniz kimi çox həqiqətən sevgi dolu olurlar. Bəs yaxşı, disleksiya nə deməkdir? Disleksiya beyin qabığının zədələnməsi nəticəsində insanlarda danışma qabiliyyətini itirirlər, koordinasiyanı, məkan anlayışını itirirlər, yeni sözləri deyə bilmirlər, danışmaqda çətinlik çəkirlər. Ay sağ ol, tamamilə doğrudur. Yaxşı, siz mənə deyin, təhsil prosesinin iştirakçıları kimlərdir? Təhsil alanlar, təhsil işçiləri, loqopedlər, psixoloqlar, müəllimlər, digər təhsil müəssisəsində işləyən digər hüquqi şəxslər, metodistlər. Ay sağ ol, tamamilə doğru. Bəli. Yaxşı, siz mənə deyin, məktəbəqədər təhsildə aparıcı fəaliyyət nədir? Məktəbəqədər təhsildə aparıcı fəaliyyət, Hı -hı. oyun. Bəli, oyundur. Hı, Oyun, məsələn, kateqoriyalarından hansıları deyə bilərsiniz?
Oyunun təklikdə oyunları var, paralel oyunları var, əməkdaşlıq oyunları var. Təklikdə oyunlar bilirsiniz ki, 0-2 yaşı əhatə edir. Çünki uşaq hissi hərəki dövrü olur, əşyaları özü dərk etməyə, kəşf etməyə başlayır, tək oynayırlar. Və paralel oyunlar 2-4 yaşı əhatə edir. Onlar yenə də birlikdə oynamış kimi görsənsələr də, lakin onlar birlikdə oynamırlar. Mübadilə baş vermir. Hətta onlarda monoloq nitqi olur, özünə danışırlar. Bir də əməkdaşlıq oyunları var, təbii ki. Onlar birlikdə oynayırlar, mübadilə baş verir onlar arasında. Bir də simvolik oyunlar var. Ta ki nəysə simvolizə edir. Uşaq qazanın qapağını götürür, rol kimi istifadə edir. Ta ki Bəli. e, Bəs qazanın ümumiyyətcə, qapağı. bəli, oyun özü neçə hissəyə ayrılırdı qayda olaraq? Yaradıcı, qaydalı oyunlar. Yaradıcı oyunlar uşaqların təxəyyül nəticəsində yaranan oyunlar. Bir də qaydalı oyunlarsa bizə keçmişdən gələn oyunlar. Qaç tutdu, gizlənqac, bənövşə, Bəli. bənövşə və sair misal göstərmək olar. Ay, sağ ol. Yaradıcı oyunlar üç yerə bölünür. Dramlaşdırılmış oyunlar, süjetli rollu oyunlar, konstruktiv oyunlar. Ay, Bildiyiniz kimi süjetli rollu oyunlar burada hər hansı bir rola girərək həmin rolu təqlid etməyə başlayırlar. Həmin hadisəyə artıq yanaşmağa öyrənirlər uşaqlar. Və sonra konstruktiv oyunlar isə Legolar, puzzlelar, su və bəli. gildən istifadə etmək oyunlardır. Yo, yo. Dramlaşdırılmış oyunlar isə Konstruktorla oyunlar taxta kublardan olanlardır. Amma taxta kublar, Legolar. bəli, su və gildən olanlar isə sensimator oyunlarına aid Sensimator, olur. hə, sensimator Bəli, düzdür. doğrudur. Və burada dramlaşdırılmış oyunlar isə bədii əsərin məzmununu daşıyır. Yəni ki, burada uşağa daha çox öyrədici təlim xarakterli oyunlardır bunlar. Hı hı. Sonra var burada qaydalı oyunların da növləri var. Didaktik oyunlar və mütərək Bəli. oyunlar. Mütərək oyunlar hərəkətli oyunlardır. Hı hı. Kiçik məşğələlərdən başlayır, sadə hərəkətlərdən başlayıb böyüyə doğru artıq mürəkkəbləşə bilir. Hı Didaktik hı. oyunlar da özü bildiyimiz kimi üç yerə bölünür. Şifahi oyunlar, oyuncaqlarla oyun, stolsu çap oyunları. Ay, sağ ol. Oyuncaqların da bir çox növləri var. Hərəkət göstərən oyuncaqlar, dekorativ kölgə oyuncaqları, musiqi səsləndirən oyuncaqlar, kompüter üçün olan oyuncaqlar, şifahi oyunlara isə tapmacalar misal göstərmək olar. Ay, sağ ol. Düzdür. İndi Zoom-un vaxtı tamam olacaq. Az qalıb yenidən link atacağım sizə. Amma ümumi olaraq fikrimi bildirirəm ki, yəni çox yaxşıdır cavablarınız. Həm məntiqi suallar verdim, həm situasiya, həm dünya görüşündən ümumi olaraq yəni nəticəniz yaxşıdır.